Ramazan ayının 6-cı gününün duası. Allahummə la təxzulni fihi li təaruzi məsiyyetik. Allahım, məni sənə itaətsizliyə görə rüsvay eləmə. İnsan bəzən günah eləyir, amma ən böyük qorxu günahın özündən çox Allahın insanı öz başına, öz halına buraxmağıdır. Və la təzribni bisiyyəti nəqimətik. Məni intiqam qancınla vurma. Allahdan istəyirik ki, ilahi, bizi ilə ədalətinə yox, mərhəmətinə rəftar elə. Əgər ədalətinə rəftar eləsin, biz rüsvay olarıq. Bu ay rəhmət ayıdır. Ona görə də Allahdan cəza yox, rəhmət istəyirik. Və zəhzihni fihi min mucibəti səxətikə bimənnikə və əyədik. Məni qəzəbinə səbəb olan şeylərdən uzaqlaşdır. Bu çox incə bir dənə nöqtədir. Biz təkcə günahdan uzaqlaşmağı yox, bizi günaha salan şeylərdən də uzaqlaşmağı Allahdan istəyirik. Pis mühitdən, pis dostdan uzaqlaşmaq istəyirik. Ya muntaha rağbətir rağibin. Ey istəyənlərin istəklərinin sonu.